Salam hörmətli izləyicilər, Neftçi Futbol Mərkəzindən canlı reportajımıza başlayırıq. AFFA U16 liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilir və Neftçi bu meydanda bir qədər sonra Zirə ilə üz-üzə gələcək. Cavab oyunu bir qədər sonra başlayacaq. Heyətləri nəzərinizə çatdırım. Neftçidə qapını 1 nömrə komandanın kapitanı Nurəziz Əzizov qoruyur. 2 Əli Bayramov, 4 İsmail Səfərli, 9 Orxan Əliyev, 11 Ramin Ağbıyev, 13 Nurlan Mələyov. Rəqib komandanın heyəti Zirədə qapını 99 nömrəli komandanın kapitanı Muradov qoruyur. 4 Əli Zeynalov, 5 Abdullah Abdullazadə, 7 Şamxal Heydərli, 11 Heydərəli Cavadlı. Hakimin işarəsi gözlənilir. Fit səslənir və top oyuna daxil edildi. Neftçiyə uğurlar arzuluyuruq. İrəli ötürmə. Nurəziz irəli çıxdı. Uzaqlaşdırır topu. Burada Şamxal Heydərlidir. Şamxal zərbə endirir və oyunda hesabı açır. 3-cü dəqiqədə qonaqlar hesabı açırlar. Ötürmə Ramindən sağcınaha Emin Süleymanov baxdı qapı qarşısına. Emin ötürməsi, Orxan var burada. Orxan və gol! Orxan Əliyev 9-cu dəqiqədə Neftçi hesabı bərabərləşdirir. 1-1. 9 nömrəli oyuncu 9-cu dəqiqədə hesabı bərabərləşdirdi. Birinci hissədən sonra hesab 1-1'di və ikinci hissə başladı. Neftçiyə uğurlar. Hələ ki ötürmə etmədi. Yalnız indi baxdı qapı qarşısına. Ötürməsi cərimə meydançasına. Emin Süleymanovla hücum davam edir. Emin zərbə endirir. Süleymanov və gol! Emin bugün 1 gol 1 asist. Süleymanov Neftçini hesabda irəli çıxarır. Neftçi hesabda geri düşdükdən sonra Emin asist etmişdi. Orxan gol vurmuşdu. İndi isə Emin Süleymanov özü fərqləndi. İti bucaq altında. Dəqiq zərbə endirir uzaq güncə Süleymanov. Emin ötürməsi qapı qarşısına. Başla zərbə Hüseyin və gol! Hüseyin Hümbətov 3-1. 3-1 olur hesab. Emindən daha bir asist. 3 gol vurmuşuq. Birini vurub ikisinin asistini eləyib Emin. Və bu dəfə Hüseyin Hümbətov. Bu dəfə Hümbətov fərqləndi. Standart vəziyyətdən də yararlandıq və artıq üstünlüyümüzü 2 topa çatdırırıq. Neftçi finala bir addım daha yaxınlaşır. Xəzər ötürmə sağ cinaha. Orxan ötürmə qapı qarşısına Sahib zərbə endirir və gol! Sahib nöqtəni qoyur oyunda. Sonradan meydana daxil oldu Sahib Xəlilli və 90 üstə gəl birinci dəqiqədə azlıqda oynayan Neftçi elə azlıqda çıxdığı hücumda hesabı 4-1 edir. Neftçi 4-də 1 finalda da Səbayla ev oyununda cavab qarşılaşmasında 4-1 hesabı ilə qələbə qazanmışdı və bugün yarım finalda da hesabı 4-1 edir. Saatına baxır. 5-ci dəqiqədə tamamlanıb və final fiti səslənir. Bununla da Neftçi AFFA U16 liqasında finala yüksəlir.